Agolli. Richard Almeida. Dodo yaxşı oynayır, topu qazandı və Rəşad Sadıqov. Rəşad Sadıqov burada sarı vərəqə də göstərmək olardı. Hətta Rəhim Həsənova da fikir verdim. Əlini sanki cibinə də apardı, amma sonradan Rəşad Sadıqovun olduğunu görərək deyəsən fikrindən daşındı. Belə olardısa o zaman Qarabağ meydanda azlıqda qalacaqdı. Bu mənim fikrimcə sarı vərəqəlik hərəkət idi. Çünki ək hücum idi. Qəbələ komandası ək hücuma çıxırdı. Əldə hakim buna ehtiyac görmədi. Agolli istiqamətinə. Aynısı Agolli və Dodo. Son müdaxilə Dodo'dan. Hakim isə bildirir ki, burada kobud oyun var idi. Topa toxunmamışdı Rəhim Həsənovun fikrincə Dodo və Qarabağ cərimə zərbəsini yerinə yetirəcək. Epizodun təkrarına baxaq. Hakim bu vəziyyəti qayda pozuntusu kimi qiymətləndirdi. Offside idi. Dodo, Viktor Mendy cərimə meydançasında Mendy'nin ötürməsi və burada Cavid Hüseynov yıxılmışdı. Penalti tələb edir Rəhim Həsənovdan, hakim davam işarəsi verdi. Cavid Hüseynov yıxıldı. Aha, bu vəziyyətdə görmək olar. Cavid Hüseynova diqqət. Sanki təmas var idi orada. Emegara, fərqlənmək olar. Emegara və Ruslan Tağızadə. Emegara'nın meydana daxil olduqdan sonra səhv etməmsə ilk toxunuşu idi topa. Viktor Mendy. Hakim yenə də davam işarəsi verdi və Qəbələ futbolçuları bu qərarla razı deyirlər. Top deyəsən boşdur. Admirteli bunu hakimə bildirir. Topun dəyişilməsini deyəsən tələb etdi. Bəli, hakim də yaxınlaşdı Albaniyalı futbolçuya. İşte Rəşad Sadıqov, Viktor Mendy dueli. Mendy yıxıldı. Qalxdı, mübarizəni davam etdirmək istədi, alınmadı və buna görə Qəbələ futbolçuları hakimə etiraz etdilər. Top dəyişdirildi. Sarı vərəqə isə Marquinhos'a. 81-ci dəqiqədə. Marquinhos'un cəzalanması isə bax elə bu hərəkətinə görə idi. Bu hərəkətinə görə Rəhim Həsənov ona sarı vərəqə göstərdi. Qarabağın hücumu və penalti. Penalti təyin olunur. Qəbələ komandası. Emegara. Bax, bu toxunuşa görə Müşfiq Teymurovun bu toxunuşuna görə Emegara'ya qarşı bu hərəkət qayda pozuntusu kimi qiymətləndirildi Rəhim Həsənov tərəfindən və